Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə 40 ləçək qızılgüldən çox gözəl bir mürəbbənin ən xırda detallarına qədər necə hazırlayıramsa onu paylaşacağım. İnanın ki, qızlar, o qədər gözəl bir mürəbbə çıxır ki, yəni görüntüsü belə öz sözünü deyir sizə hal-hazırda. İnşallah ki, sona qədər izləyərsiniz və like etməyi də unutmarsınız. Keçək hazırlama qaydasına. Gördüyünüz bu gül 40 ləçək qızılgül adlanır. Mənim üçün, mənə görə, yəni mən öz zövqümdən danışıram ki, ən gözəl gül mürəbbəsi elə məhz 40 ləçək qızılgülündən olur. Çünki çox ətirlidir. Hər zonada da yetişir. Yəni bu sırf bizim Oğuzda yetişən bir gül deyil. Bütün bölgələrimizdə yəni var. Yəni rahatlıqla əldə edə biləcəyiniz güldür. Yəni torba da bazarda satırlar. 2 manata, 1 manat 50 qəpik. Yəni alıb rahat siz də hazırlaya bilərsiniz. İlk öncə gülü tərtəmiz təmizlədim və ağ hissələrini kəsib götürürəm. O acılıq verir. Yəni mürəbbə hazır olduqda acılıq verir. Həm də qaraltı olur mürəbbədə. Ona görə ağ o ləçəyin o bitişəcəyi ağ hissələri mütləq kəsib götürmək lazımdır və daha sonra mütləq gülü çəkmək lazımdır. 2 kilo 250 qram gül ləçəyim olduğuna görə 2 litr yarım suyu demək taza əlavə edirəm və qoyuram qaynamağa. Su qaynadıqdan sonra, qapıqla qaynadıqdan sonra gülü əlavə edirəm həmin suyun üzərinə və 10 dəqiqə yüksək elə bir atəşdə gürxodda gülü qatışdırıram. Bunu bilin ki, nə qədər qramla gül götürsəz, o qədər litrlə su götürəcəksiniz, o qədər də litrlə kilo ilə pesok götürəcəksiniz. Əgər 300 qram gül ləçəyi götürmüsünüzsə, onda 3 litr su, 3 kilo pesok işlədəcəksiniz. 100 qram gül götürmüsünüzsə, onda 1 litr su, 1 kilo şəkər tozu istifadə edəcəksiniz. Yəni bunu bir dəfəlik bilin. Və 10 dəqiqə gülü suyun içində qəşəng belə pişirirəm. Ondan sonra süzürəm. Süzdükdən sonra aş düzəndən həmin suyu təzədəndən elə tazın içərisinə yerləşdirirəm. Həmin ləçəkləri də bir qaba yığıram və 2 kilo yarım şəkər tozunu əlavə edirəm suyun üzərinə. Həmin gülün suyun üzərində şəkəri qatışdıraraq bir buğum şərbəti qaynadıram. Elə bir dəfə şərbət pıqqa-pıqla qaynayanda gülü əlavə edirəm şərbətin içərisinə. Əvvəlcə sizə şərbəti çox gələcək, amma narahat olmayın. Çünki bir gün qaldıqda mən axşam edirəm, səhərə qədər qalır. Ləçəklər o şərbəti canına çəkir və çox gözəl qatılıqda olur. Və gülü şərbətə qatdıqdan sonra saatınızı qoşursunuz. Düz yarım saat. Yarım saat pıqqa-pıqla qaynayır gülümüz və qazın dərəcəsi də yüksək olur. Yəni qazın xodunu çox verin ki, rəngi qaralmasın daha sonra. Şərbətini də yarım saatdan sonra bir nəlbəkiyə şərbətdən əlavə edin. Barmağınızla düz xətt çəkin. Əgər baxın bu şəkildə birləşmirsə, demək mürəbbəmiz hazırdır. Həmən qazın altını söndürüb bir dolu çay qaşığı limon duzu əlavə elədim və həmən də gördüyünüz kimi rəngi dəyişdi, möhtəşəm bir rəngi oldu. Bu cür duru olmağına baxmayın, qoyuruq qalır tam soyana qədər. Soyduqda rəngi artıq o qədər gözəl olur, qatılığı o qədər gözəl olur ki, inanın ki, ətrindən hələ danışmıram da sizə də. Ətri isə möhtəşəm olur. Baxın, günəşdə rəngini artıq soyumuş halda necə gözəldir. Eynən gülün ləçəyi rəngində olur. Yəni əgər siz də eynən bu xırdalıqlarla hazırlasaz, saat, yəni dəqiqəsi ilə, qramı ilə hazırlasaz, sizdə də bu cür gözəl və ləzzətli bir mürəbbə ərsəyə gələcək. Bu qədər. Göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzu bərəkətli etsin. Heç kimin gözü, heç kimin qazanda qalmasın inşallah. Kanalımı bəyənirsinizsə, abunə olub, like etməyi unutmayın. Dostlarınızla, əzizlərinizlə bölüşməyi unutmayın. Şərhlərinizi oxumaq hər zaman mənim üçün xoşdur. Sağ olun, salamatla qalın.